Məsələ 6. X-in üstü x kubu bərabərdir 36 tənliyini həll edin. Həlli. Deməli, tənliyimiz x-in üstü x-in kubu bərabərdir 36-ya. Tənliyi həll etmək üçün mən x kubunu bir t ilə əvəz edirəm. Yeni dəyişən. Olacaq x-in üstü t bərabərdir 36. Və hər iki tərəfi, tənliyin hər iki tərəfi 3-cü dərəcədən qüvvətə yüksəldirik. Olacaq x t-nin üstü 3 bərabərdir 36-nın kubu. Və buradan 3-nə belə bir düstur sizə məlum deyilir. A üstü m üstü n bərabərdir elə a üstü n üstü m. Deməli, belə yaza bilərik. Bu liyə əsasən sol tərəfdə mən yaza bilərəm x-in kubunun üstü t. Bax, kubu yazdım, yerlərini dəyişdim. 36 da bildiyiniz kimi 6-nın kvadratıdır. 2 vuraq 3 olur. Və x-in kubu bizdə vəzləmə var t-dir. X-in kubu götürüb yerinə t yazıram. T üstü t bərabərdir 6-nın üstü 6 alıram. Simmetrikliyə görə, yəni t-nin üstü t bərabərdir 6-nın üstü 6. Buradan çıxır ki, t elə bərabərdir 6-ya. Öz dəyişənimizə keçmək üçün t-nin qiymətini nəzərə alıram. X-in kubu bərabərdir 6-ya və buradan tapırıq ki, x bərabərdir 3-cü dərəcədən kök altında 6. Beləliklə, tələb olunan tənliyin kökü x bərabərdir kub kök altında 6.